Bakıda Avropa İttifaqı Xarici İşlər Nazirlərinin görüşü keçirilir. Müzakirə olunacaq əsas məsələlər arasında Rusiyanın Ukraynaya qarşı təcavüzü və Ukraynaya dəstəyi də var. Görüşdə nazirlər Ukrayna Xarici İşlər Naziri Andrey Şibiqa ilə müzakirə aparacaqlar. Müzakirə olunacaq məsələlər arasında Belarusdan hibrid hücumlar, Yaxın Şərqdəki vəziyyət, Sahel bölgəsi və Sudanda var. Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl ABŞ-ın sülh planı ilə bağlı mediada yayılan məlumatlarla bağlı açıqlamalar verildi. Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas'ın dediyi kimi, istənilən planın həyata keçirilməsi üçün Ukraynalıların və Avropalıların iştirakı vacibdir. Bu mövqeyi Almaniyada daxil olmaqla digər Avropa ölkələri də bölüşür. Macarıstanın mövqeyinə gəldikdə isə Ukraynadakı korrupsiya qalmaqalı nəzərə alınmaqla Budapeşt Ukraynaya maliyyə yardımının əleyhinədir. Görüşdən əvvəl Gürcüstanla bağlı bir neçə şərh də verildi. Ermənistan Respublikasının prezidenti Vahan Xaçaturyan sosial mediada Gürcüstana rəsmi səfəri barədə paylaşım edib. Xaçaturyanın yazdığına görə o Gürcüstan prezidenti Mixail Qavelaşvili ilə birlikdə Ermənistan və Gürcüstan arasında iki tərəfli əməkdaşlıq məsələlərini və iki ölkə arasında strateji tərəfdaşlığın böyük əhəmiyyətini müzakirə edib. Ermənistan prezidentinin yazdığına görə sülh yollarının kəsişməsi təşəbbüsü və onun regional ticarət və əlaqəyə təsiri vurğulanıb. The Financial Times qəzeti Ukraynanın 28 maddəlik sülh planı ilə bağlı yeni detalları dərc edib. Nəşrin mənbələrinə görə bu plan Miami'də Rusiya və ABŞ nümayəndələri tərəfindən hazırlanıb. Financial Times qəzetinin mənbələrinə görə yeni plana Kiyevdən əhəmiyyətli güzəştlər daxildir. Mənbələrin bildirdiyinə görə sülh planı layihəsi Ukraynadan Donbasın qalan hissəsini, o cümlədən hazırda Kiyevin nəzarətində olan əraziləri təhvil verməyi, eləcə də silahlı qüvvələrin sayını və ABŞ-ın hərbi yardımını azaltmağı tələb edir. Financial Times qəzetinin məlumatına görə plana Ukraynada rus dilinin rəsmi dövlət dili kimi tanınması və Rus Pravoslav kilsəsinə rəsmi status verilməsi daxildir. Eyni zamanda Axios nəşri yazır ki, Donald Trump'ın xüsusi nümayəndəsi Steve Witkoff Ankara'ya səfər zamanı planlaşdırıldı və orada Vladimir Zelenski və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə üç tərəfli görüşün keçirilməsi planlaşdırıldı. Lakin görüş nəticədə baş tutmadı. Çünki Ukrayna prezidenti ABŞ-ın yeni sülh təklifini müzakirə etməkdə maraqlı deyildi. ABŞ prezidenti Donald Trump'ın milli təhlükəsizlik üzrə müşaviri Steven Miller bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması Amerika xarici siyasətinin prioritetlərindən biridir. Steven Miller'in sözlərinə görə əsas məqsəd Avropada sülhə nail olmaq, eləcə də günahsız insanların öldürülməsinin qarşısını almaqdır. Donald Trump'ın müşaviri ABŞ prezidenti administrasiyasının yeni planı ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Parlamentin özünü idarə etmə komitəsi seçki məcəlləsini müzakirə etdi. Düzəlişləri David Matikaşvili təqdim etdi. Prosedur məsələləri komitəsinin sədri çıxışında immigrantların parlament seçkilərində iştirak qaydalarında edilən dəyişikliklərə diqqət yetirdi. Matikaşvili izah etdi ki, gələcəkdə Gürcüstan vətəndaşları parlament seçkilərində yalnız Gürcüstanda səs verəcəklər. Qanunverici qərarın səbəblərini beynəlxalq təcrübənin qəbul edilməsi, xarici müdaxilənin məhdudlaşdırılması və məlumatlı seçim edilməsi kimi adlandırdı. Düzəlişlər Georgi Qaxaryanın parlament komandası tərəfindən tənqid edildi. Şalva Kereselidze Gürcü arzusunun immigrantları səs vermə hüququndan məhrum etdiyini və onları cəzalandırmağa çalışdığını söylədi. Qanunla ziddiyyətdə olan 14 yaşına çatmamış şəxslər üçün parlament xüsusi qanun qəbul etməyi planlaşdırır. Qanunvericilik orqanında artıq yeni qanun layihəsi irəli sürülüb. Qanun layihəsinə əsasən Ədliyyə Nazirliyi sistemində qanunla ziddiyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstəklənməsi prosesini əlaqələndirəcək. Qanunla ziddiyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya və dəstək mərkəzi yaradılacaq. Daxili İşlər Nazirinin müavininin sözlərinə görə illərdir 14 yaşına çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən oğurluq və soyğunçuluq faktları mövcuddur. Lakin bu uşaqların qayğısı və reabilitasiyası üçün heç bir hüquqi mexanizm mövcud deyildi. Yeni model Almaniya modeli əsasında hazırlanıb. Daxili İşlər Nazirinin müavininin sözlərinə görə dövlətin əsas məqsədi yetkinlik yaşına çatmayanları cəzalandırmaq deyil, effektiv qayğı göstərməkdir.
Daxili İşlər Nazirliyi akustik silahların elektrik şoku və qaz aerozol cihazlarının dövriyyəsini tənzimləmək üçün qanunvericilik düzəlişləri hazırlayıb. Gürcüstanın silahlar haqqında qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi bugün İqtisadi Siyasət Komitəsində müzakirə edilib və dəstəklənib. Xəbərə görə akustik silahların Gürcüstana idxalı icazə tələb edəcək. Söhbət yalnız akustik patronların atılması üçün struktur olaraq hazırlanmış və teatr tamaşalarında, film nümayişlərində, televiziya nümayişlərində, paradlarda və idman tədbirlərində istifadə edilən akustik silahlardan gedir. Qaz aerozol cihazlarının, yəni bibar qazının idxalı da icazə tələb edəcək. Daxili İşlər Nazirliyinin ərazi orqanının yazılı razılığı təqdim edildikdə 18 yaşdan yuxarı şəxslər üçün alış mümkün olacaq. Elektrik şoku cihazlarının mülki dövriyyədə istifadəsi qadağan ediləcək. Onları yalnız inzibati orqanlar və ya özəl təhlükəsizlik təşkilatları idxal edə və istifadə edə biləcəklər. Şəxsi məlumatların mühafizəsi haqqında qanuna edilən dəyişikliklər bugün İqtisadi Siyasət Komitəsinin iclasında müzakirə olunacaq. Yeni qanunvericilik təşəbbüsünə əsasən Korrupsiyaya qarşı mübarizə bürosu və şəxsi məlumatların mühafizəsi xidməti 1 mart 2026-cı il tarixində ləğv ediləcək və onların funksiya və səlahiyyətləri Dövlət Audit Xidmətinə veriləcək. Dəyişikliklər Dövlət Audit Xidmətinin şəxsi məlumatların emalının qanuniliyinə nəzarət sahəsində səlahiyyətləri məsələsini tənzimləyir. 2025-ci ilin noyabrın 1-nədək icazə haqqını ödəməyən A və B kateqoriyalı taksi sahiblərinin cərimələri bir dəfəlik silinəcək. Tbilisi şəhər meriyasının 29 min davam edən işə dair təşəbbüsü Parlamentin İqtisadi Siyasət Komitəsi tərəfindən dəstəklənib. Məsələ üzrə məruzəçi Maya Bitadzenin sözlərinə görə F bir dəfəlik olacaq və inzibati cərimələrdən azad olma 8 milyon liraya qədər olan cərimələrə şamil ediləcək.